Ona görə bax, məsələn, Musa aleyhissalam o öldürmüşdü. Hə? Və qövmündən qaçmışdı. Pərişan halda oturur bir ağacın altında bir dənə kəlmə deyir. Nə? Rabbi inni fəqirun ilə rəhmətik. Bu, onu bütün həyatı düzəlir. Çox uzun uzadı dua deyil, bir kəlmə. Ey Rəbbi, mən sənin rəhmətinə möhtacam. Mən sənin inni fəqirun ilə rəhmətik. Fəqir bizdə nədir? Fəqir, kasıb, möhtac. Sənin rəhmətinə. Və bir gün Cəfər Sadiq, rahiməhullah, elə keçdiyimiz dərsin mövzusu ilə əlaqəlidir şükürlə. Neysə, yeni minik əldə edir və deyir ki, əlhamdülillah, ürəkdən əlhamdülillah deyir. Və heç nə əlavə eləmir. Yəni, əlhamdülillahi Rabbil aləmin, əlhamdülillah, hamdan kəsiran, tayyibən, mübarəkən fi, mübarəkən aleyhi kəmə yuhibbu Rabbuna və yarda. Yəni, əlavə eləmir. Deyir, əlhamdülillah. Yanındakılar təəccüblənir. Amma ürəkdən deyir. Deyirlər ki, ya imam, heç əlavə eləmədi. Elə bu, cavabında bilirsin nə deyir? Deyir, elə bu. Deyirlər, niyə? Deyir, mən elə nə lazımdırsa elədim də. Dedim ki, əlhamdülillah, yəni həmid. Bütün sənalar yalnız Allah'a məxsusdur. Bundan artıq nə istəyirsən? Çünki qəlb artıq o kəlmə ilə birləşib. Yerini tutub deyənə artırdın, nə olacaq, artırmadın, artıq yerini, yəni yerinə, mənzilinə gedib çatıb. Aydındır.